Bakıda turizm sektorunun gələcək inkişafı müzakirə olunub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Skal International Bakının birgə təşkil etdiyi tədbirdə sahə nümayəndələri bir araya gəlib. Bakıda Skal International Baku və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının birgə təşkilatçılığı ilə illik turizm dəyərləndirilməsi tədbiri keçirilir. Tədbirdə əsasən turizm sahəsinin 2025-ci ilin nəticələri müzakirə olunur, eyni zamanda 2026-cı ilə dair əsas hədəflər müəyyənləşdirilir. Tədbirdə turizm sektorunun mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilir. Müzakirələrdə bu ilin turizm nəticələri təhlil olunur. Tədbirdə turizm assosiasiyaları, otellər və sahə üzrə ekspertlər iştirak ediblər. Turizm sahəsinin aparıcı nümayəndələri də öz mövqelərini bölüşüblər. Onlar turizm sektorunun hazırki vəziyyəti və gələcək perspektivləri ilə bağlı fikirlərini səsləndirirlər. Biz Skal Turizm Peşəkarlar Təşkilatı olaraq da daim yerli bizim mütəxəssislərimizi, peşəkarlarımızı bir araya toplamağa, onlar arasında əlaqələrin daha da güclənməsinə, keyfiyyətli, dayanıqlı turizmin inkişaf etməsinə olunmasına çalışırıq və sektorumuzda gələcəyimiz üçün bu sektorun inkişafı ilə bağlı başqa nələr eləyə bilərik, bunu danışacağıq və turizm ölkəmizə valyuta gətirən ikinci böyük sahədir və gələcəkdə də bu sahənin inkişafı həm dövlət prioritetimizdir, eyni zamanda biz sektor üçün əsas hədəflərdən biridir. 2026-cı ildə əsas o ki, xarici vətəndaşlarımız, yerli vətəndaşlarımız, otellərimizdə qonaq eləyəcəyimiz hər bir şəxsi yüksək keyfiyyətlə xoşbəxt eləyib otellərimizdən göndereceğimize göre yaptığımız çalışmaları planlaştırırıq. İnşallah ümid varım ki güzel bir ile başlayacağız. Bunun için de bütün turizm peşəkarlarına uğurlar arzulayıram. Ümumilikdə baxdığımızda Azərbaycanda keçirilən tədbirlərin sayına görə və Azərbaycan ictimai sektor və özəl sektorun və dövlət də daxil olmaqla həm beynəlxalq formatda və eyni zamanda yerli formatda keçirilən tədbirlərin sayına görə bu gün rekord həddə çatıbdır. Bu günləri bu gənclərin kütləvi şəkildə turizmə maraq göstərməsi, beynəlxalq tədbirlərin keçirilməsi, Azərbaycan turizmçilərinin beynəlxalq platformalarda uğurlu iştirakı və tanıdılması istiqamətində fəaliyyətlərini biz müsbət qiymətləndirə bilərik. Tədbirin məqsədi innovasiya və əməkdaşlıq yolu ilə Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət üstünlüyünün artırılmasına töhfə verməkdir. Samir Abbasov, Oktay Rəhimaoğlu, TV1.